De Quran haqqı. Vallahi ne var ki orada? iPhone adı var ya, onun Allah hakkı. 90'a düşen kimi zaryadka cibinde gəzirsən. Mama olmaz ki. Ben şu formu Mama Orhan nerede satır telefonları? Düzelt gidiyor yola. Ay Orhan. Orhan. Donursan ener mi? Eşidirsən? Hə. Deyir ki, Mən eşidirəm, deyir hə. ki 17 Pro 2880 manatdır. Arada da dirən gemi alam ben o. Yoxdur da dişim. Elə bir Göndersin Nizamiye Allah hakkı alam. Bak bu dəqiqə geyirəm mən deyişən. Göndersin Nizamiye alam. Bu dəqiqə alam, gətirsin. 2008 deyəm ağızlarına gələn danışırlar. Heç onun mayası deyir ya Allah. Bir dənə yer var, adını çəkməyəcəm. Elə ucuz paylaşırdı. Hə. Elə adını çəkməyəcəm də reklam olmasın. Ucuz paylaşırdı. Onun linkini atırdılar mənə ki, bu ucuz paylaşır. Müştəriyə dedim ki, get ora dinən alam. Getdi ora, dedi sifarişlə götürürəm. Əvvəlcə də ödənən şeylər sifarişlə götürürəm. Bax, elə şeylər var Allah haqqında ərmirsən, mənə tanıyırsan. Orhan. Hə. Məndə 16 Pro Max-da 6 ayda almışam. Hə. Mən alanda sən burada yox idin, oradaydın. Hə, ola bilər. Xeyirli olsun, nə fərqi var? Əsas o da xeyrin gör, sat xəbər ekin. Fərqi yoxdur. Gözlədə indi nə deyirəm? 28-ə getdim padruqamla. Hə. Elə belə gəzə getdi, işdən çıxmışdı, görüşdüm ondan, getdik, oturacaqdıq restoranda. Dedi ki, gəl birinci bir dənə özümüzə, hərəmizə bir də telefonlara, o da təzə almışdı telefonu, mən də. Dedim, gəl hərəmizə bir də kabro alaq. Gördüm, telefon yerinə girdim. Nəsə gördüm ki, orada 2 dənə oğlan belə danışır. Mən də dedim ki, xahiş edirəm, mən də qulaq şahid olduğumda onlar bir söz deyim. Dedi ki, buyurun. Dedim, siz indi orada kimlə danışırdınız elə? Dedi ki, bizim bölümümüzdə bir dənə oğlan var, qaçıb yoxa çıxıb. Dedim, başa düşmədim, o nə deməkdir? Dedi ki, 100 neçə min birindən pul alıb iPhone gətirmək adı ilə. Yoxdur ortalıqda. Bilirsən bəlkə kimdir? Xəbərlər zatlar da paylaşmışdı. Hamıya deyib ki, gətirirəm də ucuz qiymətdən. Gətirin, pul verin, gətirin. Yazıqlar da neynəsinlər, ay Orxan, inanıblar da. Mən də olsam, mən də inanaram. Bilirəm. Allah elədir. İnanıb, o da belə, gəlib belə olub, qaçıb çıxıb gedib. Bilsən nə, boyda bir şeymiş, güya deyir. Məndə söhbət edirdilər. Qulaq asırdım da, mən də bilmirsən. Ölürəm, kusum hamını. Ona görə heç var əvvəlcədən ödəniş eləmir. Gətir qapıma ver, pulumu verim. Söz. Mənim səhifələrim gedib, baxı bilirsən də. Neçəsinə yazmışam, bu qədər eləyir. Göndər açıq, dedim yox. Hamısından gözəlsən sən. Valla, insaflı. Sən nə qədər elə telefonlar gətirdin. Nə qədər bizim dosta, tanışa, yaxına. Qulaq as nə deyirəm? Bəs mən özüm Dubaya gedib gətirsəm, necə? Birini özümə keçirdə bilərəm. Nə bilim valla, sən rüsumu var da, yəni dövlətin rüsumu var, onu ödə. Təbii ki, dövlət qarşısında hər kəsin boyu qıldan da izləyir. Ay Orxan, niyə mən ödəmirəm ki? Mən kimə ödəyəm? Yox, onu demirəm. Deyirəm, bəyannaməvi ödə, rüsumunu ödə, qeydiyyatını verir, götür işlətlə. Niyə ödəmirəm? Mənim dövlətim bu gün mənim necə dayağımdadır, mən də dövlətimin elə hamımızın. Allah onları... Borcumuzdur. Yox, qanun qarşısında boynumuz hamının boynu qıldan da incədir. Bəli. Burada gəlib yeçəxana yazmaqla deyil ki, bəli, əlbəttə. Bir ürəkdir. Qızlar, mən Orxanı indi tanımıram. Orxanı 4 ildir, 5 ildir tanıyıram. Çox layiqli, ləyaqətli, tərbiyəli, abırlı, Allahı tanıyan, özü namaz qılan uşaqdır. Bilmirəm, indi burada bəzilərinin adını çəkirsiniz. İndi dəstəkçidir də, normal bir şeydir. Gəlib hədiyyə atıb. Yəni bu o demək deyil ki, bugün kimsə gəlib kiməsə hədiyyə atırsa onun payı olmalıdır. Xeyr. Mən sahibkaram, mən öz böyük kütləsi olanların hamısını atmışam. Yəni belə mağazamı İndi canlıdan çıxandan sonra mənə də atacaq. Mən mağazamı reklam eləmişəm. Mənim üçün fərqi yoxdur ki, cinsiyyət, nə bilim, insanlıq. Mən sahibkara elə şeylər fərq eləmir. O boyda şirkətlər kimlərlə reklam eləyir. Onu gedin onlar qınayın da. Özləri sırasındadır ki, qınadıkları adamın da. Ay Orxan,
Qoy oturmuşam da, salmadan məni zibilə. Qoy qalıb. Vallahi qınadıkları adamların da yayımında otururlar ha. Bədbaxtçılıq da odur ki, kimi qınırlar, gedirlər onda yayımında oturub ekran tutuyorlar. Qoy oturmuşuq, dilimizi yəli eləyək. Bəs Yaxşı, yaxşı. sinədə yatır, sinədə yatır, qoy yatsın, səs eləmə. Azam Səbircunov, Orxan nəqdi satır telefonu, kreditə vermir mama. Mən yenə pensiya verirəm. Nətər pensiya, Orxan sən durub pensiyadan pensiyaya gözləyəndir. Onlar niyə olmur ki? İndi harada reklamda işləyirsən, Nərmin? Mən 2 mağazam var, Sumqayıt mı bu toy vermək? Gəlim sən də reklam eləyim, bir də iPhone verərsən mənə. Sumqayıt nə? Sumqayıt mı? Hər gün Sumqayıta gedib gəlirəm. Ay Orxan. Maşallah. Allah ruzu versin. Gecə gündüz 5 manat puldan ötürü yoxsuz çöllərdən. Allah ruzu. Gördün mama yazdılar ki bir dənə daha ay bacı elə telefon pulu Orxandan almışam da yazıq Orxandan. Orxandan almışam da elə mamamın telefonu onu bəyənmir. Deyir mən Samsungdan başqa telefon işlədə bilmirəm. İşlədirdi mən, nə ola bir dənə gətir mən ayvay pulu. Deyir ki məcbur eləyir, deyir gəlim reklam eləyim səni. Ay qız niyə Orxan reklam eləyir? Belə də ki mən Orxanı reklam eləmək istəsəm gedib eləyərəm. Ora öz yerində də nə reklam? Öz yerində də nə reklam? Ay Aynur qurban olub indi telefonsuz kim qalar? Yazıq Orxandan almışam. Rusda istəmir. O biraz çətin telefondur. Düzdür yeni nəsildir amma mamam köhnə nəslin adamıdır. Təbii ki telefon evi oğuldur. Bir dənə qəşəng hava var, Allah'ın olsun. Süper hava. Dükkana gedib çıxacağam. Getmirsən, hələ buradasan? Hə, buradayam hələ. Bu ayaq günümdür. Oxuya bilirim biri. Gələcək? Hadi gəlin, yığılır ki bir toyuq dönər yeyərik. Burada qəşəng yer açıblar, 2 manat 20 qəpiyə verirlər. Az günündə gəlib dönər yeyəcək. Ya nə olar? Halaldır. Tərəzi bürcəm, hə, tərəzi. Nərmin, sən nə bürcüsən? Dolça. Dolça, hə. Tərəzi altında doğulan bəylər bu həyatda ən şanslı bürcüdür. Ən şanslı bürc. Mən bir 5 ay bundan əvvələ kimi qaz bürcüydüm, düzəltdim elədim tərəzi. Yəni, Yaxşıdır tez ayılmışam. çıxdım da qazlıqdan. İndi Yolun yarısından dönmək də bir faydadır. yazıqlar Sumqayıta nə vaxt gəlirsən? Sənə yazıqlar. Hər cür, xeyr xanım, Dolça bürcü altında doğulan bəylər şanslı olur, xanımları şanslı olur. Ayxan, mən burada özümü reklam eləmirəm. Nərmin mənim ailəvi dostumdur. Nə reklam? Nərmin bizim dükkana gələndə heç bloqerlərin 90% bizim dükkana gəlməmişdi. Ay Orxan, boş ver də, niyə inirsən sən ona məlumat verirsən? Reklam özlə. Dolça qadınları heç xoşbəxt olmur, bəli. Afərin sənə bacı, sən kimsənsə mənim adamımsan. Sarı, xoş gəldin. Nə bilim, tərəzilərdə bu neçə aydır hələ ki uğursuzluqdur. Tutuzdura bilmir, sağla solu. Doğrudan? Nərmin, sənin nuş olsun. Mən çatıram dükkana. Tamam, get. Ruzi, Yanımda da hərəkətin öpərsən, bol olsun. onunla salamlayıram. Əleykümə salam. Qarşı Qulaq as, sənə nə qızınızda. deyirəm? Bəlkə Hə. sən biraz bədxərcliyi çox eləyirsən. Arda? Nə bilim? Yox, eləmirəm. Bir dənə prosta Türkiyə getdim masajırdan FT dedim. İndi buranı da satıram, inanırsan deyək. Sən nə gözəl ev tikib mama. Orada da ev var bir dənə, oranı görmüşəm, Orxan. oranı götürmək istəyirik.
O evi sıfırdan özün. Bir dənə 10 Türkası. Orxan, Allah haqqı çox sıfırdan. gözəl proyektə tikmisən. Kim verib o proyektin sənə? İş özüm. O ev mənim üstümə oturub 75'e, inanırsan 65'e içi dolu verirəm. İnanırsan 65'e içi dolu verirəm ki çıxsın getsin. İçində və gördüyün şeylər var ha, hamısı içində qoyub çıxıram. Qulaq as, elə ağzımı doldurup onu deyirdim ki, əşyalarımı da satırsan, təzə-təzə. Ha, hamısını qoyub çıxıram. 3 otaqdır, 70 kvadratdır. Deyib Quran haqqı. Allah, hamısını qoyub çıxıram. Özə masajındakı yolun kənarıdır ya, belə içi zadıdır. Araz market orada tanıyırlar. Atmışsan da nə mənə, çox gözəldir. Özdə, sən oranı niyə satırsan, ay Orxan, zarafat eləmirəm. Şəhərə, həyət evidir. Bir sot 300-ün içindədir, şəhərə qayıtmaq istəyirəm. Orxan deyir, evə necə baxmaq olar, necə baxa bilərik, necə baxa bilərik, necə baxa bilərik. Necə baxa bilərsiniz? Hə. Direktə yazın nömrə, direktə yazın 68. Direktdə niyə yazırsınız ki? Deyir, telefon evi üstünə vurun, orada əlaqə nömrəsi var Orxanın. Yazın, çox video şəklində atacaq xanımlar sizə. Bir də nə? Orxan, bir anlıq o evə baxanda... Maklerə zada verməmişəm, heç bir maklerə deməmişəm. Maklerə verməmişəm də onlar... Orxan, bir dəqiqə xahiş edirəm. Maklerində tikdiyi ev deyil ha. Orxan oranın, bax, alnının təri ilə fundamentin töküb sıfırdan özü tikib. Özdə əşya qarışıq sat, bir çöp belə çıxartmırsan oradan. Yox, heç nə. Bir dənə paltarımı götürüb çıxacaq. Olmaz o da qalsın. İndi əyinlərinə gələrsə, razmerlər olarsa qalar. Problem deyil. 3 otaqdır, bax, 3 otaq, 70 kvadrat, tam təmirli, 65'e içi dolu. Mən onu paylaşdım WhatsApp'da. Dedilər, ay Allah, bu ev nə qəşəng evdir. Mama, evdir sənlədir. Bir anlıq belə uşaqlığıma qaytardı məni. Geniş, böyük, qaçam, Biraz həyətinə bir dənə əl gəzdirməmişəm. Çünki o alanda çıxıram deyə də həyətinə əl gəzdirməmişəm də. Kombisinə kimi çəkilib də, kombin durbaları heç kombin istifadə eləməmiş. Hamısı təzədir. Pərdələrini gördün onun pərdələri. Çox göz, ay Orxan. Allah haqqı pərdələrini sədərəkdən sifarişdən gətirmişəm. O da ki, super pərdədir də. Orxan, qulaq as. Mən başqa özcəsi deyiləm ki, mən bilmirəm ki, gördüm də onu. Sən mənə evin videosunu atanda, sənədi falan var, ay Orxan. Torpağın kutsası var, əlbəttə ki. Masazırda, hə, mama, masazırda deyil. Marçansa market var orada, onun yanında. Hanım, susmağının səbəbi anasının səhhətində problemi var deyənə Orxan Nizamidə işləyir. Ora gedib gələ bilmir, qurban olub. Ölkədə bu qədər satışda olan evlər, maşınlar, tikintilər, obyektlər var. Səbəbi var hamısının. Yox, şəhərə qayıdır. Şəhərə qayıdır. Təbii ki, səbəbi var. Hər şeyin səbəbi var. Şəhərə qayıdıram. Başqa heç nə. Əla qiymətədir, 100 euro. Lap belə eləyərəm ha. Lap belə eləyərəm. Yəni evin videosunu görsəz, bir də kreditlə verir. Orxan, sən lap belə eləyərəm. Kim istəsə gələr baxar, xoşuna gələr. 45 min verər, 20 min də danışaram. Orada aylığa salaram, ayda 400 verər. Ona da gedərəm, onu da eləyərəm. Nə qəşəng, halal olsun sənə. İndi adam var da əlində biliyorsan pul olmur, az olur. 45 min verər, qalan da ayda 400'den verər, 20 mini ayda 400'den verər, problem deyil. Çox qəşəngdir Orxan. O evi kim alsa, öncə Allah sənin öz xeyrini versin. Sağ ol, çox sağ ol. Mən bir ay bundan qabaq masajlara getdim. Orada masajır mol var. Orada mənə işə təklif elədilər də. Sadəcə onlar mənə dedi ki, sən bizim bir həftənin 7 günün 5 günü bizə gəlib getməlisən. O mənə sərf eləmədi. Mən masajırı, bax, donmuşdum da Orxan. Maşın sürürdüm, belə qalmışdım. Masajır bilsən nə idi? Maşallah, maşallah, maşallah. İlahi. Nə gözəldir evlər. Oranı tikiblər. Mən oranı alanda Nərmin, Allah hamd olsun orada 4 dənə ev var idi. İndi 220 dənə ev tikiblər. Ora şəhərcik kimi olacaq da, düz girişidir. Yanında məktəbi, bağçası, çıxırsan yola o 1 manatlıq, 2 manatlıq taksilər hamısı oradan keçir. Orxan, bir evə necə baxa bilərik? Hamı burada yazır. Vallahi bir oda nömrə var. Bax, mənim səhifəmdə bir oda nömrə var. Səhifənin üstünə vurun, bir oda nömrə var.
o nömrəyə yazın, mən hamısını atım baxın da. Atın baxın o, qadimli. Sənədləri torpağın kupçasıdır. Yo, valla mən Allah mənə elə bir imkan yaradardı. İnan Allah'a mən özüm alardım. Mən də bizdəkilər erişimdən, evdə qala bildik biz bina evdə. Hər gün bizim evdə sözdə her TV evdə mamam evin hər yerin gül eləyib. Bir də evin gününə bax Orxan. Hələ sən yatağı otağın zadını göstərmirəm də. Böyle yansıdır. Buna bax. Hər yer gül Orxan. Hər yer gül. Hər yer gül. Balkonda ayağımın ucuyla yeriyirəm. O dərəcədə. Buyurun. Ay sağ ol. Hə. Neçə kvadratdır ora? Papaqlı çöyləklərdə bilmirəm ki, baxın. Neçə kvadratdır ora? Hara? Ora sizin indi qaldığınız ev. Neyləysə? Sağa dönün. Mənim evim 3 otaqlıdır. 800 metr sonra O sola dönün. nədir? Hə, eşidirsən? Hə. Mənim evim 98 kvadrat. Bura Hə. neçə otaqdır? 4 otaq. Xına ilə bərabər 4, 2 hamam tualet. Bir hamam tualet, bir də sanitar qovşağı ayrıdır qonaq üçün. Bizdə də bir dənə zaldır, yekə zaldır özü. Sonra 2 dənə otaqdır. Sənin zalın mənə ləzzət elədi. Hamam tuvaleti də içində. Hamam tuvaleti xudmani ailə, bax təzə köçdür, girsin, yaşasın. Təbii ki, Cünnər xanım, əlbəttə Cünnər xanım, gözəl xanım, əlbəttə var. Evin sənədi də var, qupçası da var. Var ay mama. WhatsApp-a yazırlar mı? WhatsApp-a bir iki nəfər yazır, yuxarıdan görürəm də. Yəni indi çıxanda buradan çıxanda WhatsApp-a hamınıza atacağım. Kim yazırsa atacağım Evi baxar. öz səhifəsində paylaş baxaq da. Qızlar var da, neyinirsiniz paylaşsın, qurban sizə. Telefon evi belə bir çıxmasın, çox ağıllı, tərbiyəli uşaqdır. Bir dənə salam yazın, açsın da sizə videosunu. Bir başqa bir daha geniş şəkildə videosunu açsın, daha gözəl. Yəni rahat şəkildə oradan baxın. Siz bir dənə salam yazın, telefon evinə açsın sizə səhifəni. Orxan deyir, Araz marketə yaxındır. İkinci böyük Araz market var orada. Bax, onunla onun arası 20 metr, 30 metrdir. Həyət evidir, Sən gedib elə-belə yerdən almarsan axı. Araz çıxırsan, bir dənə yuxarı qalxırsan, bütün 1 manatlıqlar, 2 manatlıqlar. Yox, həyət evidir əzizim. Orxan maması üçün almışdı oranı. Sadəcə gedib gələ bilmir şəhərdən. Bilirsiniz, Nizamidə metro stansiyasının üstündədir Orxanın yeri. Ona görə gedib gələ bilmir. Çınar Parkın. Onun üçün satır evi. Evimiz Masazırda yerləşir. Gələcəm, şəhərdə bir dənə elimlərdə bir dənə ev var, orayla danışmışam. O da gözləndir. Ona görə təcili satıram ki, çıxıb. Yenə deyirəm, 65 mindir. Pulumuz yoxdur, 45 min verin, 20 mində danışaram, salarıq kreditdə, ayda 4 manat. Valla çox gözəldir. Heç nədə çıxartmıram, hamısını qoyub çıxıram. Pərdələrdə qədər qayılır. Mənim çox sığı qoşduğuna görə, inşallah sənin də işlərin uğurlu olsun, günün uğurlu keçsin. Sağ ol, Allah'a emanet ol. Orxan, hamı evə baxmaq istəyir. Nə olar, bir dənə atdım onu oğullara. Bir dənə salam yazsınlar. Hayır, bir dəqiqə, Orxan çıxma bir dəqiqə. Zuzu yazıb ki, makler tikib, yoxsa özü Zuzu xanım. Yox, nə makler. Orxanın videolarına qədər baxa bilərsiniz. Sırf evi torpağı, boş torpaqdan özü bugünkü günə qədər eləyib hamısını. Xeyr. Makler evi deyil, öz tikdiyim evdir. İki daş deyil evdə. Tamam Orxan, hələlik çıxdım. Fen işlədirəm, eşitməyəcəm. Hələlik. Orxanın səhifəsi deyil, budur da, telefon evi 1 yazılıb. Buna vurun, bu üstündədir. Bunun satıdır. Aşkım, hoş geldin. Miray'ım, necəsən? Mira. Leyloş.
həyatım. Heç nə Leyloş, işə gedirəm. Sən necəsən? Gel benim oğlu atının birimiz de gelsin. Mənim enerji mənbəyim Leyla. Qızlar Leyloş. Leyloş. Aynen ne oldu? Mənim enerji mənbəyim. Gel ben. Canlıdan sonra yazırlar mənə, Nərmin xanım, Leylanın nömrəsini vermişdiniz mənə. O qədər razı qaldım. Allah ürəyinizə görə versin. Şöyle desen gel üstüne söyleyiniz. Yardığım budur da qızlar, xahiş edirəm. Qəlbimi qırmayın. Deməyin ki, heç nə bacarmırsan, əlindən heç nə gəlmir, falan filan, bəs məkan. Ya mən məcbur deyiləm də bir 5-4 insan olum. Az saçım olsa da yanıb, olan olum. Qaynağa gedirəm, qızlar. Çəkilişim bitsin, qaynağa qaçıram. Yaşlı saçılız, hə. Qurudum deyirsiniz biraz da. Qurudum biraz da. Qoy qurudum saçımı. Sən təksən.